Salam aleykum. Hər vaxtınız xeyir olsun inşallah. Bugün sarayda bir dənə bağ evi seçirəm sizə. Mən deməyim də siz baxın. Bir dənə çay qoyun qabağınıza, yavaş-yavaş baxın. Evin özünə yüngüldə təmirə ehtiyacı var. Bağ evi istəyənlər 10 sotun içində. Bax, getdik çəkişə. Gəl bura qardaşım. Gördüyünüz kimi, burada toyuqda saxlamaq üçün yeri. Gəl bura. Bəlkə bir dənə kurdon bir dənə çək. Bağ evi. Həyətində dinən nə meyvəsi, nə alsası, nə heyvası, nə ağacı yoxdur dinən həyətində. Qırmızı alsasına kimi babağı göstərəcəm sizə. Dəyərli izləyicilər. Yəni belə bir dənə fürsət əldən verməyim də. Bağ evi istəyənlər ha. Çıxarış fərdi yaşayış. Ay maşallah. Elə bir meşədir ya, meşəyə gəlmişik. Baxın. Dəyərli izləyicilər. Keçək bir dənə inşallah 10 sotun içindədir. Hələ 10 sotdan artığı da var. Bakıda indi evimizi çək. Evi qırağından bir dənə göstər. Gəl. Sən biraz bir şey tərəfə koy. Aslında qırmızı alsa deyirdilər, baxın. Elə bir şey yoxdur. Keçək bir dənə evə. Elə bir şey yoxdur. Hə, yoxdur. Niyə? Gəl bura. Alımın dalı da əntiqədir. Özünün. Deməli, dəyərli izləyicilər. Evimizin xoludur. Burada çayda adlarının 2 sanitar qonşulardır. Gəl bura. Sonra deyəcəklər göstərmədim. Keçək evimizə. Evin özünün qiymətinə uyğun təmirə yüngülvari kosmetik ehtiyacı var. Yəni, aboya hazır evdir. Bura bir dənə dəhliz, kombi xəttimiz var, mərkəzi kanalizasiya sistemi xəttimiz var, hər şeyimiz var. Bax, dəyərli izləyəcək, evin özünə bir dənə bax, işıq vur arxadan bir dənə zəhmət olmasa. Dəyərli izləyəcək, bax, gördüyünüz kimi yuxarı taxta ilə apşifqə olunub. Yəni, sonradan bir dənə baxın da bu evə. Adam çəkir, tutanmır. Gəl bura. Bax, dəyərli izləyicilər. Evimizin mətbəxidir. Yenə də deyirəm. Burada bir dənə usta lazımdır. Şkulka eləyib bir dənə aboyu vursun. Gəl bir dənə bu otaqlarda bir dənə çək. Dəyərli izləyicilər, evimizin növbəti bir dənə otağı. Keçək bir dənə evimizin 2-ci mərtəbəsinə. Yenə də deyirəm, dəyərli izləyicilər, burada bax bu evin görüləsi işləri var. Biz bunları görürük və deyirik. Yuxarıda isə gördüyünüz kimi tam olaraq full yuxarı. 4 otaqdır, yuxarıda sanitar qovşağı yoxdur, bura xoludur. Gördüyünüz kimi burada bir dənə ATP sistemi, koridor üçün qoyulub. Buna çıxdıq bir dənə buradan eyvana, balkonudur. Görürsünüz. Gəl bura. Mənzərədir ya, balkondan baxırsan mənzərədir. Bu evimizin bir dənə yuxarıda qonaq otağı gördüyünüz kimi. Superdir ya, dizaynı da superdir, otaqlar da genişdir. Qiymət 175.000 manat. Baxın, burada bir dənə otaqdır. Aboy qalıb, dəyərli izləyicilər. Bir dənə aboy. 175.000 manata. Evimizin növbəti otağı. Həqiqətən çox genişli otaqları, çox da böyüdür, dəyərli izləyicilər. Və evimizin növbəti bir dənə otağı. Real alıcılar olsa 10 sot sənətdə yerdə 10 sotdan çoxdur. Fikri ciddi adamlarla torpağın evin üstündə söhbət eləyə bilərik. Əsas yolla məsafəsi isə 750 metrdir. 175.000 manatdan da razılaşmaq olar.